Bugünkü mövzumuz olacaq Azərbaycanın müstəqilliyin bərpası. 1990-cı il may ayında Azərbaycan prezidenti vəzifəsi yaradıldı və bu vəzifənin ilk dəfə olaraq bu vəzifəyə gələn oldu Ayaz Mütəllibov. 1991-ci il 5 fevralda Azərbaycanın adına Sovet sözü götürüldü və Azərbaycanın bayrağı qəbul olundu 91-ci ilin 5 fevralında. 92-ci ilin deməli may ayında Azərbaycan Respublikasının dövlət himni qəbul olundu. 93-cü ildə isə Azərbaycan Respublikasının gerbi qəbul olundu. 1991-ci il avqust ayının 30-da dövlət müstəqilliyin bərpası haqqında bəyannamə qəbul edildi və bu bəyannamənin davamı olaraq 1991-ci il 18 oktyabrda müstəqillik haqqında konstitusiya aktı qəbul edildi və beləliklə də Azərbaycan tarixində 3-cü respublika, yəni müstəqil Azərbaycan Respublikası quruldu və öz müstəqilliyimizi biz yenidən bərpa etdik. 1991-ci ilin dekabr ayında 8 dekabrında SSRİ ləğv olundu. MDB yaradıldı. 1922-ci ildə imzalanmış SSRİ-nin yaradılmasına bağlı müqavilə ləğv edilərək Müstəqil Dövlətlər Birliyi yarandı. Biz Müstəqil Dövlətlər Birliyinə 1993-cü ildə daxil olduq. 1991-ci il dekabrın 29-da Azərbaycan xalqı müstəqilliklə bağlı olan referenduma yekdilliklə müsbət cavab verdi. Azərbaycan Respublikası formalaşdıqdan sonra onun daxil olduğu təşkilatlar 1991-ci ildə İslam Konferansı Təşkilatı, 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik Əməkdaşlıq Müqaviləsi, hansı ki bugün o ATƏT adlandırılır, 1993-cü ildə MDB, Müstəqil Dövlətlər Birliyi, 1998-ci ildə İpək Yolu Təşkilatı, 2001-ci ildə Avropa Şurası Təşkilatı, 2011-ci ildə bloklara qoşulma hərəkatı təşkilatı, 2012-ci ildə isə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil oldu. Və 1992-ci ildə ermənilərin törətdiyi Xocalı faciəsindən sonra hakimiyyət uğrunda mübarizə Ayaz Mütəllibovun hakimiyyətdən getməsi ilə nəticələndi və 1992-ci ildə keçiriləcək seçkilərdə Heydər Əliyevin iştirakını qarşısına almaq üçün Konstitusiyaya yaşla bağlı maddə daxil edildi ki, yaş senzi qoyuldu ki, Heydər Əliyev bu seçkilərdə iştirak edə bilməsin. Və nəticədə 1992-ci ildə keçirilən iyunun 7-də keçirilən seçkilərdə deməli Əbu Fəzl Elçibəy hakimiyyətə gəldi. Və beləliklə də Azərbaycanda AXC müsavat cütlüyünün hakimiyyəti dövrü başladı.